Salam əziz dostlar, xoş gördük sizləri. Bildiyiniz kimi 24 may 2026-cı ildə ikinci və üçüncü qruplar arasında blok fənlərindən birinci cəhd imtahanı olmuşdur. Həmin imtahanda ikinci qruplara coğrafiya fənnindən düşən suallarda situasiyada istifadə olunmuş sual bizim Eyler Akademi sınaqlarında istifadə etdiyimiz situasiya ilə demək olar ki, çox oxşardır. Təbii ki, bunu gördükdə mən də çox sevindim, çünki həmin sualı, həmin belə deyək, situasiyanı həm bizim öz şagirdlərimiz işləyiblər, həm də ki, ödənişsiz sınaq qrupum var. Həmin sınaq qrupumda o sınağı göndərmişəm, uşaqlar işləyiblər. Eyni zamanda həm də izahını təbii ki. İndi hal-hazırda evdə oturmuşam, həmin sınağın izahına baxıram. Halbuki onun mən izahını YouTube kanalımda Zigzag Akademiyada paylaşmışam. İstəyirsiniz birlikdə izləyək. A yarımadasının sahilini iki okyan suları yuyur. Ərazisinin buzlar relief formaları və fjord sahillər üstünlük təşkil edir. Onlardan biri Sogne fjordudur. Ərazisi həm qütb, həm də mülayim işıqlanma qurşağında yerləşir. Təbii ki, bu Skandinaviya yarımadasından söhbət gedir. Elə demək, burada verilənlərə əsasən təyin edilmiş olaraq Sogne fjordu da orada yerləşir. Ümumiyyətlə, Norveç fjordlar ölkəsi sayılır. A yarımadasının adını və onun əhatə edən okyanları. A yarımadası Skandinaviyadır. Demək, Skandinaviya yarımadası, ona əhatə edən okyanlar isə şimaldan şimal buzlu okyan, demək, cənub və qərb tərəfdən isə Atlantikdir. Bunlar olmalıdır cavablar. Sonra A yarımadasında yerləşən dövlətləri və onlara aid olan xüsusiyyətlər. Demək, Norveçiyasa aid olduğu region təbii ki, Şimali Avropadır, hər üçü. Şimali Avropa, buna Şimali Avropa yazacağıq. Demək, idarə etmə üsulu Norveç monarxiyadır. Demək, əgər İsveç yazmış olsa, İsveç də monarxiya ölkəsidir. Əgər Finlandiya yazmış olsa, Finlandiya Respublika idarə etmə formasına malikdir bir təkcə o ərazidə. Sonra keçək 90 suala. Bir A yarımadasında yerləşən dağı, o aid olduğu dağ mərcənmə mərhələsinin və zirvəsinin adını qeyd edin. Demək, dağ elə demək, Skandinaviya dağlarıdır. Skandinaviya dağları aid olduğu dağ mərcənmə mərhələsi demək Paleozoik Kaledondur. Kaledon dağ mərcənmə mərhələsinin zirvəsinin adını qeyd edin. Zirvəsi də Qalxapigin idi.